Koronadan sonra kürək ağrıları idi. Koronadan sonra kürək ağrıları. Keçmirdi uzun bir də özündə keymələr var. Keymə də o koronadan sonra yaranır. Deyirsən, hə, yadımda deyil, amma ola bilər ki, ondan sonra yaranır. Neçə müddət üz-üzə keyliyi var? Keylik yox, bir də ara sıra olur. Həmişə olur, cüzi olur. Cüzi. Sağ tərəfdə, sol tərəfdə? Sağ. Sağda. Kürək ağrısı da koronadan bu yana var və müalicə almışsınız bundan bağlı? Müalicə almışdım, amma ağrı keçmir. Ağrı keçmir. Artıq 5 ildir ki, onda sizdə kürək ağrıları var koronadan bu yana. Üz-üzdə sağ tərəfdə də keylik var. Təqribən neçə vaxtı başlayıb bu? Koronadan bu yana. O da koronadan bu yana. Dartınma olur üz-üzdə. Az yerdə, hə. Ancaq elə bir atır da üz-üz. Xanım üçü sinirin hissi şaxəsinin pozulması kimi özünü göstərir. Bəli. Deməli, özü də dəqiq səbəbini bilmir. Aşağı çənə boyunca üzün kənarına yayılan keyləşmə hissidir əsas. Bu da daimidir, artıq xronikləşib. Bu xanımı çox narahat eləyir də. Məsələn, sakit dayandığı yerdə birdən görür ki, üz keyləşib. Sakit dayananda da. Elə bil diş həkimindən gedirsən, keyləşdirici vuranda nətər olur üz? Başa gəlməz bir hissiyatdır. Ağrı olmasa da belədir. Amma bütün bu şeylər korona keçirməsi ilə əlaqələndirir ki, ondan sonra vəziyyətində belə bir problem yaranır və bir də kürək ağrıları var. Bəli. Bu da müalicələr edib, amma ağrılar keçmədiyi üçün bizə müraciət edib. Bizimdə də yenə ikinci dəfədir biz iynəmizi vururuq xanıma. Bu ikinci dəfədir. Bəli, ikinci iynəmizdir xanıma. Çünki koronadan sonra çox insanlar... Kürək ağrısı da xanımda da olub. Kürək ağrısı, baş ağrısı, bel ağrısı çox adamlar müraciət elədi. Eyni zamanda da bir çox xəstəliklər, məsələn, Parkinson xəstəliyi də hansı ki, həyəcanla əlaqədar, onlarda əgər ola bilərdi ki, 5 ildən, 10 ildən sonra özünü göstərərdi. Bu, insanda olan o defekti bir növ üzə çıxardır da. Bu, o koronanın stresi, virusun özünün orqanizmə verdiyi təsir, bunların hamısı əlbəttə ki, istər-istəməz orqanizmdə müəyyən dəyişiklikləri yaradır.